Son değerli izleyicilerimiz, her vaxtınız xeyir. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başladı 2-ci mərtəbə dəhlizindən. 2-ci mərtəbə qalxın pilləkənlər. 3 dənə yataq otağıdır burada. Evimizin birinci otağıdır. Tam təmirdir, kombi sistemləri çəkilir. Bu da ki, ikinci otağıdır. Yəni buranı da qonaq otağı kimi istifadə edilmiyorlar. Bir dənə də qonaq otağı aşağıdadır. Evimizin eyvanı. Tam qoşadaş ara mərtəbəsi beton monolit, yerləşim yeri Masazır qəsəbəsində yola yaxın. Heydər Əliyev plakatından sağ tərəfdə. Bu da ki, 3-cü yataq otağıdır. 2-ci mərtəbədə olan hamamla ayarlı olsun. 1-ci mərtəbədə də var. Düşeydi 1-ci mərtəbəyə. Evimizin 1-ci mərtəbəsi. Bu evin giriş qapısıdır. Bu da dəhliz. Belə bir cüvətli dəhliz var. İnterneti var. İri bir də qonaq otağıdır. Belə bir qonaq otağı. Burada evin mətbəxi. Birinci mərtəbə olan hamamla ayarlı olsun. Bir daha qeyd edirəm. Qaz su işıq problemsizdir. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Bu da kladovkası. Çıxan evimizin çölünə. Bu da bizim evimiz. 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi. Masazır qəsəbəsində Heydər Əliyev plakatından sağ tərəfdə yola yaxın. Rahat 2 maşın yerləşir. Həyətidir. Bir daha evi göstərim. Evimiz 6 hündür zirzəmidir. Kupça əldə qiymət 118.000 manat. Kim alsa Allah xeyir versin.